Salam uşaqlar, hər vaxtınız xeyir olsun. 9-cu sinif dim test toplusundan feil mövzusunun ilk hissəsini izah eləyəcəyik. Birinci sualda deyir ki, biri feildən düzəlmiş feildir. Qorxmaqdan qorxaq, bu feildən düzəlib, ancaq qorxaq necə, bu sifətdir. Bu getdi. Danışmaqdan danışaq, bu düzəltmə deyil. Danış sözün köküdür, qrammatikdir, bu sadədir. Yaxından yaxınlaşmaq, yaxın sifətindən yaxınlaşmaq feili düzəlib, feildən düzəlməyib. Qavramaqdan qavrayış ismi düzəlib. Yol sözün köküdür, yoldan yollamaq, yollamaqdan yollanmaq. Yəni bu söz yollanmaq feili, yollamaq feilindən düzəlibdir. Və bu qrammatikdir, o heç. Cavab olur D variantı. İdi köməkçi sözü, yəni hissəci, feilin hansı şəkillərini artırıla bilmir. Birinci şəkilləri yadımızda salırıq. Məsələn, vacib şəkli malı məli. Tutaq ki, gəlməli idi. Gəlməli idi olsun. İşləndi. Yenə də vacib işlənə bilirsə, bu da getdi. Gələsi idi, işlənə bilir. Gələ idi, arzu da işlənə bilir. Əmr şəkli ilə D üstüdür şurucu keçmiş zaman işlənə bilməz. Gəldi idi deyə bilmərik. Sonra deyir, sən de, mən yazım. Nümunəsində feilin hansı şəkli işlənmişdir? Burada vacib şəkli məlum məsələdir ki, malı məlidir. İşlənməyib. Arzu şəkli A-ədir. Yoxdur burada. Biz məzmuna baxmırıq. Biz qrammatik göstəricilərə baxırıq. Burada yoxdur. Lazım ası əsidir, o da yoxdur. Xəbərdəki zaman şəkilçiləridir. İstənilən zaman şəkilçisi xəbər şəklidir. Sən de, mən yazım. Yəni sadəcə kökdən ibarət olan feil və şəxs sonluğu olanda olacaq əmr şəklində. Müəllim, mən yazım bu arzuya bənzəyir axı. Bizə bənzətmə yox, bizə qrammatik göstərici önəmlidir. 4-də nümunədə feilin hansı şəkli işlənmişdir? Birini de, birini eşit. Buranı oxumaq istəmirəm. Birini de, birini eşit. Burada de, eşit. Yenə də sadə feillər olacaq əmr şəklində. Üstündə heç bir göstərici yoxdursa, zaman şəkilçisi, göstəricilər, qrammatik bu şəkilçilər yoxdursa, əmr şəklində olacaq. Feillərdən biri icbar növdədir. İcbar növdə, uşaqlar, işi yönləndirmə əsasdır, başqasına etdirmək əsasdır. Və ən əsası birinci şəkilçiyə baxacağıq. Şəkilçisi də dır üstü 4-dür və t-dır. İcbar növdə kiməsə sözünü rahatlıqla artıra bilirik. Məsələn, tutaq ki, kiməsə yandırmaq deyə bilmirəm ki, özün yandırdın. Kiməsə söndürmək olmaz, elətdirir, özün eləyirsən də, özün söndürdün. Barışdırmaq, özün barışdırdın. Çaxnaşdırmaq, özün etdin. Amma binanı sökdürmək, kiməsə sökdürmək, başqasına etdirmək, sən etmirsən, yönləndirirsən, başqası edir. Deməli, bu olur icbar növ. Feillərdən birini işlənmə yerinə görə həm qayıdış, həm məhçul növ kimi düşünmək mümkündür. Qayıdış növündə şəkilçisi ıl üstü 4, ın üstü 4 və n-dır. Məhçul növündə şəkilçisi bunlardır. Ən əsası sonra məzmuna baxacağıq. Qayıdış növdə işi öz üzərində görür. Subyektlə obyekt eyni olacaq. Subyekt işi görəndir. Obyekt üzərində iş görüləndir. Məhçul növdə isə iş kim tərəfindən görülüb bilinmir. Bax, yazılmaqda qayıdış ola bilməz. Kimsə tərəfindən yazılar. Ancaq məhçuldur. Qazılmaq quyu qazıldı. Öz-özünə qazılmaz ki, kimsə qazar. Məhçuldur. Dartışmaqda heç şəkilçi yoxdur. Sonra o birisi nədir? Oxunmaq, məktub oxundu. Kim tərəfindən oxundu? Bəlli deyil, məhçul növdədir. Ancaq bu atıldı, atılmaq feili var. Desək ki, məsələn, güllə atıldı. Kim tərəfindən atıldı? Bilinmir. Bu məhçuldur. Amma əskər irəli atıldı, özü irəli atıldı. Bu qayıdış növdədir. Bunun kimi ola bilər ki, açıldı sözü də olsun. Məsələn, hava açıldı, qayıdışdadır, qapı açıldı, məhçuldadır. Deməli, qarşılıq birgəlik növdə uşaqlar.
Qarşılıq birgəlik növünün şəkilçisi ış üstü 4-dür və ş-dır. Birinci bu şəkilçini mütləq tapmalıyıq feildə. Bu bir. Və məlum növdən başqa bütün feillər yalnız, yəni bu növlər yalnız feildən düzəlməlidir. Sonra məzmuna baxacağıq ki, iş qarşı-qarşıya və ya birgə görülsün. Məsələn, deyir, bəziləri vəziyyətdən istifadə edib aləmi qarışdırırlar. Bax, qarışdırırlar. Burada ışı görən kimi elə bilməyin ki, qarşılıqdır. Qarış sözün kökü qarışdırmaq, qarışdırırlar. Heç burada ış yoxdur. Heç vaxt biz bunu qarşılıq birgəlik götürə bilmərik. Sonra dostları Cəmilin qolundan bərk-bərk yapışmışdılar. Yapış sözün kökü mış zaman, d idi hissəci, lar şəxsonluğu. Yenə də burada ışı yoxdur. Məlum növdədir. Mələşmir sürülər, kişnəmir atlar. Bax, mələməkdən mələşmək. Burada şəkilçi var, ş. Sürülər birgə mələşmir. Bu da məzmun olaraq birgəlik. M inkar, ir qrammatik zaman, cavab olacaq C variantı. Ruhum təzələnir, məst olur ürək. Burada heç bir şəkilçisi yoxdur. Qonaqlar danışmadılar. Yəni burada düşünməyin ki, danışdı. Burada ış var, yoxdur, madılar. Heç bir şəkilçi yoxdur. Cavab olur C. Sonra, məchul növdə olan feil hansı cümlənin tərkibindədir? Yenə də məchul növün şəkilçisini yadımıza salırıq. Il üstü 4, ın üstü 4 və n. Mütləqdə məzmun olaraq kimsə tərəfindən edilməlidir. Yəni, işi görən subyekt olmayacaq. Açılsın gülün, nərgizin. Bax, burada var açmaq, açılmaq. Amma baxıram məzmuna ki, gül, nərgiz özü açılacaq. Deməli, bu qayıdış növdədir. Məhçul deyil. Seyr etmir köysündə türfə gözəllər, sancılmır buxağa güllərin dağlar. Feillərə baxırıq, seyr etmir. Biri də sancılmır. Sancmaq, sancılmaq, mı inkar, qrammatik. Güllər kim tərəfindən sancılmır? Bilinmir. Məhçul növdədir. Cavab olacaq B variantı. Sonra, görünür, qayıdış növdədir həmişə. Öyrənib, heç bir növ şəkilçisi yoxdur, məlum növdədir. Mələşmək, qarşılıq birgəlikdədir. Kişnəmir, məlum növdədir. Vəssalam. Otarardı sözü ilə bağlı səhvi tapın deyir. Bax, ot sözün kökü. Otarmaq deyə bilirəm, ar leksik. Bu birisi ar zaman, gələcək zaman qrammatik. D idi hissəci. Xəbər şəklindədir, bəli. Zaman var axı. Qeyri-qəti gələcək zaman varsa xəbər şəklindədir, düzdür. Gələcək zamandadır, düzdür. Təsdiqdədir, düzdür. Düzəltmədir, düzdür. Çünki ar leksikdə axı qayıdış növün ıl üstü 4, ın üstü 4, bir də n. Heç bir şəkilçisi yoxdur ki, feildə yoxdur. Deməli, bu feil məlum növdədir. Növ şəkilçisi olmayanda atırıq məlum növün üstünə. Deyir, mətndəki şəxsə görə dəyişən, təsriflənən feillər hansı şəkillərdədir? Getsin cəhənnəmə hər qara maşın. Bax, getsin. Get sözün kökü, sın şəxsonluğu qoşulubsa birbaşa əmr şəklindədir. Ağlamaq məstərdir. Bununla işimiz yoxdur. Öyrənmə, öyrən, öyrənmə. Və inkarı atıram, sadə feil qaldısa əmr şəklindədir. Dik olsun, o dik olmaq bu mürəkkəb feildir. Yenə şəxsonluğu qoşulub, bu da əmr şəklindədir. Götürdük, yəni əmr şəkli olanları saxlayacaq. Bu qalacaq, bu qalacaq, bu gedəcək, bu gedəcək. Ağlasan, bax, ağlamaq sözü, sa şərt, n şəxsonluğu. Sanı götürüb yerinə maq yaza bilirəm, danını artırmayın, ağlamaq deyə bilirəm. Deməli, sa burada şərt şəklidir. Əmrlə şərt olacaq D variantı. Nə bilim, sonra axsın, şəxsonluğu, hiss etməsin, etsin, yenə şəxsonluğu, görməsin, yenə şəxsonluğu, inkar əmr şəklindədir. Yenə də bizə şəkilləri deyir. Füzuli eşidib tutsaydı xəbər. Bax, Füzuli eşidərək xəbər tutsaydı. Bu ıb zaman deyil, feili bağlamadır. Araqla əvəz edə bildim. Tut sözün kökü, sa şərt, d idi hissəci. Tutmaq deyə bilərəm də. Sanı götürdüm, yerinə maq yazdım. Tutmaq. Deməli, sa burada şərtdir. Məcnuna gizlicə nəsə deyərdi. Bax, ər burada zamandır. Qeyri-qəti gələcək.
D idi hissəci idi. Deməli burada sa şərt, ar varsa zamandır, zaman varsa xəbər şəklidir. Götürəcəyik burada şərtlə xəbəri. C variantı. Deyir, biri sadə feildir. Məsələn, yormaqdan yorulmaq. Bu leksik var, düzəltmədir, getdi. Sonra, qələmin təzədən rəngini dəyişim. Dardan daralmaq. Sonra, otdan otarmaq. Göydən göyərmək. Sifətdən düzəlib feil olub. Çağdan çağırmaq olmaz ki, çağır sözün köküdür. Maq qrammatikdir. Deməli, kök və qrammatikdirsə sadədir. Gedirəm deyir, amma orada da gülləri deyil, yalnız səni seyr edəcəyəm. Bax, seyr edəcəyəmdir feilimizin biri. Biri də gedirəmdir. Get sözün köküdür, ir zamandır, əm şəxs onluğudur. Edəcəyəm, acaq zamandır. Zaman varsa həmin feil olacaq xəbər şəklində. D variantı. Gedim, həyətdəki quyudan su gətirim, gülləri suluyum. Bax, get sözün kökü im şəxs onluğu. Gətir sözün kökü im şəxs onluğu. Su, sulamaq, sulayım. Burada da yenə başlanğıca şəxs onluğu birbaşa qoşulub. Bu tip feillər olacaq əmr şəklində. Müəllim, mən gedim, özümə əmr edirəm ki, əmr şəkli təkcə əmr bildirmir. Əmr, xahiş, təklif, nəsihət də bildirə bilir. Cavab olacaq əmr şəkli. İdi köməkçi sözü, yəni hissəciyi, isim, sifət, say və əvəzlikləri artırıldıqda həmin nitq hissələri hansı cümlə üzvü vəzifəsində olar? Ümumiyyətlə, bu idi nəyə qoşulursa qoşulsun, həmin cümləni, həmin daha doğrusu sözü, bax, burada xəbər iki növü verilib, feili xəbər, ismi xəbər. Əgər adlara qoşulacaqsa idi, imiş, ismi xəbər edəcək. Yox, feilin şəkillərinə qoşulacaqsa, həmin sözü feili xəbər edəcək. Məsələn, deyək ki, oxumalı idi. Bax, burada idi, feilin vacib şəklinə qoşulub. Oxumalı idi bir yerdə feili xəbər olacaq. Və ya desək ki, həkim idi, orada ismə qoşulacaq və ismi xəbər olacaq. Yenə də imiş deyir köməkçi sözü. İsim, sifət, say, əvəzlik nəsə qoşulanda hansı cümlə üzvü olacaq? Yenə də xəbər olacaq, yenə də ismi xəbər olacaq. Oxutdurmuşdur feilinin təhlilindəki səhvi müəyyən edirik. Sözün sonundakı dur şəkilçi şəxs onluğudur. Oxumaq, oxutmaq, oxutdurmaq, muşdur. Bəli, bu şəxs onluğudur, qrammatikdir. Feildən düzəlmiş feildir. Oxutmaqdan oxutdurmaq düzəlib, düzdür. Bir kök, iki leksik, iki qrammatik düzdür. Keçmiş zamandadır, bu da düzdür, nəqli keçmiş zamandadır. Məlum növdədir, məlum növdə deyil, icbar növdədir. Kiməsə oxutdurmuşdu, yönləndirmişdi. Məlum yox, icbar növdədir. Dindirilmişdir, səhvi istəyir bizdən. Dinmək, dindirmək, dindirilmək, miş nəqli keçmiş zaman, di idi hissəci. Xəbər şəklindədir, bəli, zaman şəkilçisi var. Sözün kökü feildir, bəli, dinmək feilidir, düzdür. Sonra, qayıdış növdə deyil, kimsə tərəfindən dindirilmişdir. Məchul növdədir, yəni qayıdışda işi özlərində görəcək. Bu, məchuldadır. Qayıdış yox, məchul feildir. İdi köməkçi sözü ilə işlənmişdir, bəli, dindirilmiş idi. Bu düzdür. Sonra təsdiqdədir, bu da düzdür. Deməli, deyil feillərdən biri icbar növdə deyil. Bax, icbar növün şəkilçisi dır üstü 4, yenə deyirəm. Hər dəfə deyirəm ki, yadda qalsın. Dır üstü 4 və t şəkilçisidir. İcbar növdə kiməsə etdirmək önəmlidir. İşi başqasına yönləndirmək önəmlidir. Bunun məzmunu budur. Məsələn, mən kiməsə taxtanı yondurdum. Yonmaq, yondurmaq, yondurdum mu? Mən döşəməni kiməsə sildirdim, silmək, sildirmək, sildirdim mi? Ütülətdim, kiməsə ütülətdim. Sonra çəkdirdim, şəkili kiməsə çəkdirdim. Amma qopartdım, özüm qopartdım. Yəni, kiməsə etdirmədim. Qop, qoparmaq, qopartmaqdır mı? Cavab olacaq E variantı. Bugün yazılan məktub vaxtında çatdırıldı.
Feil ilə bağlı istəyir bizdən. Təsriflənən feil ilə bağlı. Çünki burada bir dənə də feil var. Yazmaq, yazılmaq, yazılan. Bu feili sifətdir. Bu təsriflənməyəndir. Bizə təsriflənən deyəndə bunu istəyir. Yəni şəkili istəyir. Çatmaq, çatdırmaq, çatdırılmaqdır qrammatik. Deyir, quruluşca düzəltmədir. Bəli. Leksik şəkilçi var. Üçüncü şəxsin təkindədir, düzdür. Keçmiş zamandadır, düzdür. Yəni keçmişdir. Sonra xəbər şəklindədir, zaman var, düzdür. Deyir ki, çatdırıldı, icbar növdədir. İcbarda deyil, məhculdadır. Məktub kim tərəfindən çatdırıldı? Bilmir yaxı. Onu kim çatdırıb? Yəni dıra baxmayacağıq. Ən son ıla baxacağıq. Orada da məhculun şəkilçisidir. Çatdırılmaq. Cavab olacaq C variantı. Hər üçü düzəltmə feildir deyir. Bax, qışqırdan maq qrammatikdir, qışqır kökdür, maq qrammatikdir, sadədir, getdi bu variant. Sonra dandan danış olmaz, əlaqə yoxdur, danış kökdür, maq qrammatik, sadədir, B variantı getdi. Sonra alçal sözün kökü maq qrammatik, bu da getdi. Dağdan dağıl olmaz, dağıl kökdür, maq qrammatikdir, sadədir. Aşdan aşırmaq olacaq. Aşmaqdan aşırmaq, susmaqdan susturmaq, oturmaq sözündən t leksik, maq qrammatik. Cavab olur C variantı. Əgər bir dənə leksik varsa, həmin söz düzəltmədir. Yəni düzəltmə olanda da köklə yaranan arasında əlaqə mütləqdir. Yəni susur, susturur, aşır, aşırmaq olur. İcbar növdə olmayan deyir bizə. Qazdırdım, kiməsə qazdırdım, pozdurdum, kiməsə pozdurdum, icbardır. Yazdırdım, kiməsə yazdırdım, döşəməni kiməsə sildirdim, icbardır. Nə bilim, açdırmaq, icbardır. Dedirtmək, düzdürmək, kiməsə icbardır. Ancaq taxtanı sındırdım, mən özüm sındırdım. Yaxınlaşdırdım, mən özüm yaxınlaşdırdım. Bu olacaq məlum növdə, məlum. Davam edirik. Deməli, hansı cümlədə üçüncü feildə üçüncü şəxs şəkilçisi ilə işlənmişdir? Üçüncü şəxsin şəkilçisi dır üstü dörddür. Yəni, hər kənardan bu dır-dirə bənzəyən şəxs sonluğu olmayacaq. Məsələn, o bu məlumatı çoxdan almışdır. Hə, budur. Cavab A-dır. Bəs bunlardan niyə? İnsanı hər yerdə zaman yaşadır. Yaş, yaşamaq, yaşatmaq, yaşadır. Yəni, burada əslində t, üstəgəl ır üstü dörddür. Yəni, dır yoxdur burada. Sənəm, özünə təzə kofta aldır. Əgər maq artıra bilirəmsə, bu şəxs sonluğu deyil, leksikdir. Gözəldir, burada şəxs sonluğudur, amma gözəl sifətdir. Düzəldir, düz, düzəlmək, düzəltmək, düzəldir. Burada da yenə t, üstəgəl ır üstü dörddür. Yəni, burada da dırdır yoxdur. Yaxınlaşmışdıq feili ilə bağlı yanlış fikir. Yaxın sözün kökü, yaxınlaşmaq, mış, idi, hissəcinin qısaldılmışı, qıda şəxs sonluğu. Sözdə iki leksik şəkilçi işlənmişdir. Hələ bu qalsın. Birinci şəxsin cəmində bəli, biz yaxınlaşmışdıq. Təsdiqdədir, bəli. Mış zamandır, düzdür. Oyun atmayın mən. Hə. D idi hissəcəkdir, düzdür. Bax, burada laşı parçalaya bilmirik axı. Yaxınlamaq deyə bir söz yoxdur. Ona görə cəmi burada bir dənə leksik şəkilçi işlənib. 2 yox. Bircə dənə leksik şəkilçi var. Hansı sadə feildir? Bax, apar sözün kökü ar zaman. Yəni kök qrammatikdən ibarətdirsə sadə. Göy, göyərmək, göyərər. Ərin üstünə məhk gətirə bilirəmsə leksikdir. Leksik varsa düzəltmədir. Ot, otarmaq, otarar. Burada da leksik var. Qara sözün kökü qaralmaq, arzaman. Burada da leksik var. Qop sözün kökü qoparmaq. Burada da leksik var. Cavab qalacaq A variantı. Məlum növdə olan feillər sırası. Hansısa bir növdə, feildə daha doğrusu digər növlərin şəkilçisi yoxdursa, həmin feil məlum növdədir. Məsələn, yığmaqdan yığışmaq. Bu birgəlikdədir, getdi. Sonra yudurtmaq, kiməsə yudurtmaq. Bu icbardadır. Sonra sağdan sağalmaq. Sonra asmaqdan asılmaq, kimsə tərəfindən məhcul növdədir.
Başqa nə var? Bax, yarılmaq. Odun yarıldı. Kim tərəfindən? Bilinmir. Məchul növdədir. Aydan ayıl olmaz. Ayıl kök maqqrammatik. Qışqır kök maqqrammatik. Qazan kök maqqrammatik. Heç bir növ yoxdur. Olacaq məlum növdə. Hansı feil lazım şəklindədir? Lazım şəkli ası əsidir. Bu vacibdir, malı-məlidir. Danış sözün kökü ası, daha doğrusu lazımdır, dır şəxs onluğudur. Baxasınız, bax sözün kökü. Kaş baxa, arzu, sınız şəxs onluğu. Yaz sözün kökü. Kaş yaza, arzu, sınız şəxs onluğu. Öyrən bir dənə kökdən ibarətdir, əmr şəklindədir. Cavab oldu D. Şərt şəklində. Bax, sasəni isə ilə qarışdırmayaq. Sağını götürüb yerinə feildə maq yaza bilsək şərtdə. Məsələn, gələrsə gələrmək olmaz. Gəl sözün kökü gələr isə. Səp, səpilmək, səpilib, zaman, sər şərt sonluğu. Sonra bağ, bağlamaq, bağlanmaq, bağlandı isə. Bu da isədir. İş, işləmək, işləyir, zaman, işləyir idi, idi hissəciyi. Bu da sər şərt, isə hissəci olacaq. Gəldik bura. Bax, yanılmaq, yanmaq, yanılmaq. Sağını götürək, yerinə maq yazaq. Yanılmaq deyə bilirəm. Deməli, burada sağ birbaşa başlanğıca qoşulubsa, olacaq şərt şəkli. Yəni, şərt şəkli, sağ səsi birbaşa qoşulacaq kökə ya başlanğıc formaya. Və biz onu götürüb yerinə maq yaza biliriksə, həmin səsə olacaq şərt. Bundan başqa, biz bilirik ki, feildə cəmi bir şəkil olar da. Feildə iki şəkil olmaz. Daha burada zaman varsa xəbər şəklindədir. Xəbərdirsə bu heç vaxt şərt ola bilməz. Burada da ib var, zamandır. Zamandırsa xəbər şəklindədir. Bu isədir. Eynən burada da zaman var, burada da zaman var. Zaman varsa xəbərdir, xəbərdirsə şərt ola bilməz. Cavab D variantıdır. Şərt şəklində yenə işlənmiş feil deyir bizə. Şərt şəkli. Yenə bax, qurtar sözün kökü, qurtarmaq, qurtarar isədir. Qurtararmaq deyə bilmərəm daha doğrusu. Bu zamandır. Zamandırsa bu isədir. Sonra oxu kökdür, oxuyub zamandır, oxuyub isədir. Yol, yollamaq, yollanmaq, yollandı zamandır. Bu da isədir. Axtar sözün köküdür. Axtarır zamandır. Axtarır isə. Yan, yanaşmaq, yanaşılmaq. Sa şərtdir burada. Başlanğıc formaya birbaşa qoşulub. Deməli, yanaşılmaqdakı sa şərt sonluğudur. Şərt şəklidir. Cavab olacaq D variantı. Feil var deyir. Torpaq müqəddəsdir, sifətdir. Bu da ki isimdir. Bu ayrı bir şeydir. Cavab elə A variantıdır. Çox, çoxalmaq, çoxalır idi. Cavab A'dır. Gül üstündə şeyh gözəldir. Qılınc həmin qılıncdır, qol həmin qol deyil. Vəssalam. Cavab olur A variantı. Belə uşaqlar, 30-a kimi izah elədim. Bunu yerləşdirəcəm. Davamını da çəkib yerləşdirəcəm. Uğurlar.